Salam hamıya, bu gün IT Talks Azərbaycanın növbəti çəkilişidir. Bizim bugünkü qonağımız Megasek şirkətinin icraçı direktoru, Rise layihəsinin qurucusu və marafon yarışçısı Ayan Etibardır. Ayan xanım, xoş gəlmisiniz. Xoş gördük. İdeal rəhbər, yaxşı rəhbər. İndi isə yaxşı IT rəhbəri sizə görə nə cür olmalıdır? Orada texniki biliklər önəmlidir və yaxud da idarəçilik. Kimləri idarə edir? Sistemi və bu sistemi yaradan insanları. Yəni idarə etmə bacarığım mənim üçün və düşünürəm ki, labüddür, zəruridir və çox əhəmiyyətlidir. Bu həm bu sahəni mükəmməl, həm bu sahəni mükəmməl bilə bilməzlər. Deməli burada hansısa bir yanaşma mövcuddur. Bu qərarları biz orada başlamalıyıq. Niyə xanımlar hər hansı bir idarə etmə, leadership, idarə etmə stolunun arxasında daha az xanım var? Kommunikasiyamızı ancaq işlər reysdən çıxdığı zaman yox, daimi, davamlı şəkildə saxlayaq. Bir dənə xanım qoysalar, o otaqda bütün aura dəyişəcək. Hamı istər-istəməz bir özünü yığışdıracaq. Nəinki bizim qarşı cinsin nümayəndələri, nə xoşbəxt ki, o xanımlarımıza ki, bir-birinə də dəstək olur.